Hazır olaq, qarşıdan çox mübarək bir ay gəlir. Çox fərqli bir fəzada yaşayacaq. Hər il mən bunu deyirəm, bir ay adam dünyada, cismi dünyadadır, küçə həmin küçədir, məscid həmin məsciddir, insanlar həmin adamlardır. Amma görürsən ki, cənnətdəsən elə bil. Cənnətdəsən elə bil deyil bu, yəni elə həqiqətən də cənnətdəsən. İnsan bir qədər cənnəti təcrübə eləyir dünyadaykən. Heç bir dillə ifadə eləmək olmur bu ayda, Ramazan ayında olan halları. Ey iman əhli, Ramazan ayı sizə gəlir. Bərəkətlə, rəhmətlə, məğfirətlə. Allahdan istəyin bu günlərdə. Hər gecə, hər saat əlinizi qaldırın ki, Allah o günü yaşamağı nəsib elə. Allah o günü oruç tutmağı nəsib elə. Allah o günün kitabı, sənin kitabı oxumağı bizə nəsib elə. Vərfəu ileyhi əydiyyəkum bid-dua, dualar eləyin fi awqati salatikum, namaz vaxtlarınızda, fə innəhə əfzəlis salat. Allah o an sizə mərhəmətlə baxacaq, təkbətək. Hamınıza